Qaraçuxurdakı parkda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb. Bu barədə qərar Bakı Azərbaycan Məhkəməsində hakim Telman Süneyevin sədri ilə keçirilən prosesdə elan edilib. Dövlət ittihamçısı Vali Ələkbərov ittihamlı itkilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. Mən dəli deyiləm, amma mələklər mənə bütün maskaların düşəcəyini, seçilmiş insan olduğumu deyirdilər. Mələklər mənə bu qadının məni aldatdığını, başıma oyun açacağını deyirdilər. Onu mətbəx bıçağı ilə öldürdüm. Döş qəfəsi və qarın boşluğundan vurmuşdum. Axırıncı zərbəni boğazından vurdum. Əslində onun başını kəsmək istəyirdim, amma barmaqları kəsildi. Daha sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən təqsirləndirilən şəxs 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin aprelində Qaraçuxurda baş verib. İttihama görə Natiq Məhərrəmov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib. Onunla Suraxanı rayonundakı parka gedib. Evdən götürdüyü mətbəx bıçağı ilə həyat yoldaşına 9 zərbə vuraraq qətlə yetirib. Həmin gün cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi açılıb. Natiq Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 120.2.2, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə, 120.2.4, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə və 221.3, yəni xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq edilməsi, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşahidə olunduqda maddələrlə ittiham sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.